Artıq şeytanın o kəlləpaça dükanındakı tablolar kimi buynuzlu, quyruqlu və dırnaqlı olduğu odun ortasında dəlilər kimi uhaha deyə güldüyü dövrlər geridə qaldı. İndiki şeytan məndən və sizdən də xoş sifət, müasir görünüşlüdür. Sadəcə bir Twitter hesabı var və orada dünya həftədə 3 dəfə sona çatır. Hər dəfə də bir mövzuya ilişir. Bir gün dolların qiyməti ilə ürəyini ağzına gətirir, sabahısı gün isə suqutluğu xəbəri ilə. Hətta bunlardan da betəri, yad planetlilərin hücumu xəbərini də yaya bilər. Elə bir elmi analitik don geyindirir ki, adam öz-özünə deyir. Düz deyir də, bu həftə artıq mütləq məhv olacaq. Amma yenə görürsən ki, şənbə gəlir və heç nə dəyişmir. O isə heç nə olmamış kimi öz əsassız və boş analizlərinə davam edir. Qur'an-da Bəqərə surəsinin 268-ci ayəsində şeytanın məhz bu xüsusiyyətinə toxunaraq buyurur. Əş-şeytanu ya'idukumul fəqra və ya'murukum bil fəhşai vallahu ya'idukum məğfiratan minhu və fədlan vallahu vasi'un əlim. Şeytan sizi yoxsulluqla qorxudur və sizə rəzil işlər görməyi əmr edir. Allah isə sizə öz tərəfindən bağışlanma və lütf vəd edir. Allah lütfi ilə genişdir, hər şeyi biləndir. Yəni dostum, şeytanın işi budur. O daim mənfi enerji verir ki, sizin nalayıq işlərə sövq etsin. Yoxsa problemlər həmişə olub və olacaq. İndi sizin üçün dollar, su və müharibədir. Əvvəlkilər üçün isə Nil çayı ilə Fironun qoşunları arasında sıxılıb qalmaq idi. Əgər Allah onları o çətinlikdən xilas etdisə, sizi də xilas edər. Bir şərtlə ki, şeytanın sizin daxili hüzurunuzu əsassız yerə pozmasına icazə verməyəsiz və sona qədər verdiyiniz sözün üstündə möhkəm durasınız.